Hər kəsə salamlar dostlarım. Necəsiz, keyfiniz, halınız necədir? Ümid edirəm yaxşısınız. Dostlarım, bu gün sizlərlə birlikdə 3 dənə hesab incələyəcəyik. 40 manatlıq, 400 manatlıq və 4000 manatlıq hesab incələyəcəyik. Gəlin çox uzatmadan keçək videoya. Uşaqlar, burada qısa bir momentlik videonu bölmək istəyirəm. Dostlarım, 750 takip olduq və 1K olmağımıza çox az qalıbdı. Mən bu strateji tezləşdirmək istəyirəm. Bu da sizin əlinizdə olan bir şeydir. Sizdən istədiyim 10 saniyənizi ayırıb aşağıdan bizə like atıb abunə olub zil mi deyirlər, çan mı deyirlər, hər nədirsə onu açın ki, videolarımızdan xəbərdar olun. Çox uzatmaq istəmirəm. Gəlin keçək videoya. Takip atmağı unutmayın. Bəli qaqalar, bu dəqiqə 40 AZN-lik hesabımızdayıq. Hesabımız 71 leveldir. 20537-də like'ımız var. Belə baxsaq hesabda 6 yaşında bir hesabdır. Baxsaq buradan girək birinci kasaya. Kasamızda nə var? Saçlardan uşaqlar bulardı. Tez bazar belə göstərməyə çalışacağım çünki vaxt gedir. Ondan sonra buradan girək maskalarımıza. Maskalarımızdan doğuşan zat var bu arada. Qəşəydir, pis deyil. İdarə eləyər. Baxsaq burada maskalarda başqa maraqlı nəsə var. Bu var, nə bilim bu var. Köhnədir bu. Yensə aşağı başqa maraqlı. Olddur bu arada, bu var. Görün neçə vaxt oyundan gedibdi. Baxsaq burada bədənlərdən bu var. Kasası qəşəngdir da. Vadalaskamız var, doğuşan var, bu var. Deməli bizim göy ayaqqabının koftası var. Burada elit paslarımız var. Yenirik belə aşağı 470 kasadır, yəni paşdişdir o 500 kasa. Məncə bu qiymətə belə bir kasa superdir, pis deyil. Burada göy mələk pantolonumuz var. Yenisi aşağı ayaqqabılardan göy ayaqqabı və bunlar var. İfadələrə belə qısaca keçirəm. Beləcənə araç falan da bunlardan da fərqli bir şey çox yoxdur. Baxsaq burada profillərimiz sadə profildir. Gedək silahlara. Silahlardan uşaqlar burada varımızdır. M4A1'imiz belə bir dənə M4A1'dir. Yəni çox super olmasa da idarə eləyər. Bunun gücünü kuşanmaq olar bu arada. De belə. AK-miz belə bir AK-dir. Hasar 2, isabət 1. Skarımız pəmbə skardır. Qəşəng skardır. Ateş hızı 2, hasar 1. Bir də burada su elementimiz də var. Grozamız budur. Famas budur, XM8'imiz budur, ateş hızı 2'dir. Famaslardan burada bizim atölyemiz var, amma özəllik olaraqdan parafalın bu özəlliyin qoşubdular. Baxsaq burada M60'ımız var, belə diqqət çəkən. UMP-lərdən burada ateş hızı 2'ni qoşublar atölye şeyə. Ondan sonra MP40'ımız var burada. Sonra cığma Thompson'ımız var. Pompalımız, altılımız belədir. Sonra spas var. İkili pompalımız var burada. Başqa AVM-lərdə və yaxud tapancalarda falan belə bir diqqət çəkən bir şey yoxdur. Yumruğumuz yoxdur. Buzlardan da budur. Belə buzlarımız var. Qısaca buradan belə bir dənə də şeyə baxaq. Buna. Bu arada hesaba çox pul yatırılmayıb. 4-cü leveldir. Yəni 22864 elmas yatırılıbdır hesaba. Bu da çox sayılmaz. Buradan boya paslarımıza baxsaq, boya paslardan elit paslardan bu arada yaxşıca elit pas alınıb, yəni idarə eləyər. 40 manatlıq hesaba görə elit pasları pis deyil. Bunları almasa da bunlar var hesabda. 40 AZN hesabımız bu qədər idi uşaqlar. Gəlin keçək indi 400 AZN-yə. Və qaqalar, gəldik 400 manatlıq hesabımıza. 400 manatlıq hesabımızın içində nə var indi sizə göstərəcəm. Video çox uzanmasın deyə tez bazar hesabları göstərməyə çalışıram. 22 dənə bədənimiz var burada. Bütün kanunsuzlarımız var. Hansısa yoxdur, amma hansı yoxdur çözəmədim. Nəysə. 22 dənə full kombinimiz var. Ragnarok var. Nə bilim, ağ saç falan. Saçlarımız belədir.
Bu hesabın dəyəri 300 AZN-dir. Burada bu da var. Maskalarımız belədir. Gözlərimizdən burada bunlar var. 64 dənə gözdür. Hamısı da bunlardır. Baxsaq burada çox bir şey yoxdur. Keçək kasamıza. Kasamızda burada təzə gələn Vadalaska ilə gələn koftamız var. 7+3 var, nə bilim bu var, bununla FFTC Pro'da. Ragnarik var, nə bilim Dovşan var, Sarı Bədən var. Ağ Vadalaska ilə qara Vadalaska var və belə gedir. Burada başqa paltarlarımız, başqa kombinlərimiz də var. Keçək şalvarlara. Buradan ancaq ağ mələyimiz var. Sonra qəribə cürə şalvarlar var burada. Bu promo kodlu kofta ilə nə gedərdi bu şalvar. Ayaqqabılarımız belədir. İfadələrdən uşaqlar 131 dənə ifadəmiz var. Köhnə ifadələr də var bunun içində. Yenisək belə aşağıya. Baxırıq ki, burada mistik mağazaya gələn, sonra nə bilim ikili ifadə falan filan hamısı burada yer alıyor. Evo Max'larımız da var burada. Bu ikisini niyə kuşanmayıb, maraqlıdır. Yenirik belə 6 dənə giriş animasyonumuz var burada. Və buradan qalan baxmalı çox da bir şey yoxdur. Nə bilim bunlar çox vacib deyil. Silahlara girsək uşaqlar, silahlardan M4A1'imiz var burada. Gördüyünüz kimi AK'miz var. AK'lər də belədir. Scar var burada. 7+3, nə bilim Atolye, 7 level, pəmbə Scar, doldu Scarlarımız, Famaslarımız, An94, parafal o 5 leveldə parafal belə görünür. Oyunun başı çatmır Qurana. 5 level parafal belə görünür, sən Allah. Baxsaq nişancılardan buradan ASK'nımız falan filan var. Yenirik aşağı UMP'lərdən ancaq budur. Yəni başqa güclü UMP yoxdur. MP5'dir burada. Dovşan MP5 var, Evo var, sonra Atolye var. MP40'lara gəlsək, burada qəşəng MP40'lar var. Gül tonu, nə bilim 7+3, sonra Evo, P90'lardan Atolyemizdir. Burada var Thompson'ımız, Makonumuz, pompalı tüfeklərdən altılımız budur. İkili budur. Trogonumuz burada, bu ikisidir. AVM'lərdən kitabdakı AVM'imiz var. Deagle var. Başqa buzumuz, buz bu var bu. Bu hesabda o buz varsa bu hesab özüdür da, yəni ki. Buradan baxsaq bu elit paslarımıza, elit paslardan da burada bol elit pas alınıbdır. Bəli dostlarım, 400 manatlıq hesabımız belə idi. Məncə qəşəng bir hesabdır. Keçək indi 4000 AZN-lik hesabımıza. Və qaqalar, gəldik son hesabımıza, 4000 manatlıq hesabımıza. Bu hesab da onsuz da çoxunun bildiyi VJ Kronos hesabıdır. 87 level, 79.000 like-la bir vaxtlar da son liderin hesabı olan kürəsəldə qan eləyən hesablardan biridir. Bu sezon da kürəsəldə idi, ban yeyibdi. Uşaqlar, keçək indi kasamıza. Kasamıza baxsaq uşaqlar, burada 58 dənə tam kombin var. Yəni 58 dənə həddən artıq çoxdur. Qanunsuzların demək olar hamısı var. Bir dənə o yanıb sönən qırmızı var idi, o yoxdur. Burada köhnə elitin kombini var. Bu köhnə elitlərdən olmalıdır. Bu var. Bu məndə də var. Sonra bizim bütün şeylər bu arada bu hesabda var. Nə idi bunun adı? Bütün dinozorlar. Bunu ilk dəfədir görürəm. Bunu qabaqca görməmişdim. 1335 kasadır, yəni 1400 kasadır. Bunu da çəkim, qapaq şəklində lazım olacaq bizə. Baxsaq burada saçlarımızın hamısı bir-birindən gözəl, bir-birindən fərqli saçlardır. Qırmızı paltarlar da var burada. Təzə gələn, nə bilim,
Bu falan filan. Buradan mən ikinci elitin papağını taxacağam. Bu kombini mən çox xoşlayıram. Baxsaq burada papaqlardan cürəbəcür papaqlar var. Yəni buradan aşağı yenək belə. Yəni zibil qədər papaq var da. Çoxsunun kasası, mənim şəxsən kasam 500-dür. Bunun 778 kasası var. Həddən artıq çoxdur. Yəni başa düşərsiniz yəqin ki 615 dənə maska. Yəni oyunda görüb görə biləcəyiniz ən yaxşı maskaların hamısı var burada. Birinci elit, ikinci elit, nə bilim nə. Baxsaq başqa oyun açılmır və bu mənim heç xoşuma gəlmir. Videonun içinə eləyir. Deməli, maskalarımızdan 144 dənə maska var burada. Oy, bunu kuşanaq. Ya bunu, hansını kuşanaq? Hamısı qəşəkdir buranaq. Maskalar da belədir qısaca. İndi gəldik kasaya. Kasa uşaqlar ən yanı ki, ən odur da. Nə bilim, promakod koftası mı deyim, buradan köhnə bu koftanı mı deyim, ikinci eltin mi deyim, bığırının koftası mı deyim, yəni hər şey var da, Ragnarik'ın mı deyim, təzə gələn Vadalaska mı deyim, hər şey var. Yəni burada aşağıya yensək mənim dilim quruyar buradakı paltarları sayana kimi. Bu arada oyundakı səhv etmirəmsə bütün elitlər var, sadəcə 2 dənəsi olmamalı idi. İndi elitləri də sizə göstərəcəm. Deməli yenirik. Barmağımız qırılacaq yəqin ki aşağı yenənə kimi, amma neyniyək? Oyunda 1760 neçə dənə paltar olmalıdır. Bu hesabda 1335'dir. Yəni paltarların %80% bu hesabı alınıbdır. Aşağı düşənə kimi bu arada yoruldum. Yəni burada köhnə elit pasların koftası da var. Bu da var. Freestyle koftaları. Ondan sonra bu da var. Yensək aşağı daha nələr var. Uca qutarır da, hə, oy maşallah. Bütün formalarda var. Buradan bizim koftamızı kuşanaq hardadır? Hə, budur ana. Şalvarlara gəlsək, yəqin ki bütün mələk pantolonlar var, amma burada sadəcə 3 dənəsini kuşanıbdır. Bir dənə dostum gözdə. 3 dənə mələk pantolonunu kuşanıbdır yuxarıya. Bu hesabda səhv etmirəmsə hamısı olmalıdır. Yenirik aşağıya, burada doludur. Uşaqlar, burada aşağı yenməyə ehtiyac yoxdur məncə, çünki vaxt itkisidir. Buradan qısaca ayaqqabılara da baxıram. Ayaqqabılarda çox bir şey yoxdur. İfadələrə baxsaq 184 dənə ifadə var. Oyunda %60-70%'ını alıbdır ifadələrin. 14 dənə də giriş ifadəsi var. İfadələrə buradan qısaca belə baxsaq, maşallah hamısı da var. Bu hansıydı? Hə, bu arada özüdür ha. Bu açılsın bir dənə. Çox süperdir da bu. Buradan girək. Başqa. Yensək aşağı, nə bilim, Paradox'unki var. Sonra bu var. Nə bilimi. Burada Evo Max'lar var, hansı ki kuşanmayıbdır. Yenirik biraz da aşağıya. Başqa. Köhnə ifadələrdən tapmaq istəyirəm. Baxay bir dənə. Köhnələrdən bu var. Nə bilim, bu var. Sonra cığıma bu var. Nə bilim, bu var. Hər şey var da. 4 dənə paltar dəyişdirmə var burada. Bu Naruto'nunki var. Bu son olaraq gələn bunun adında kuzey işığı görünüm dəyişdirmə, hücum görünüm dəyişdirmə və gecə yarısı asi görünüm dəyişdirmə. Bir də bu. Və uşaqlar, buradan baxsaq 14 dənə giriş animasyonu var. Burada hamısı bir-birindən qəşəkdir, amma ən qəşəyi budur məncə. Baxsaq burada başqa çantalardan bu 2018'in mi 19'un mu nə belə bir şey olmalıydı. Çantaları da köməmişəm. Silahlara girəndə vapşı şok olasınız. Uşaqlar, buradan giririk boya pastlara. Boya paslarda hər şey ilginçləşir. Baxın. Bir dənə bu yoxdur, bir də bu yoxdur. Bu ikisində oynanılmayıb sadəcə və digər hamısı var. Hətta burada 10.237 jeton vurulub, 1000 jeton vurulub, 1055, 972, 1124 belə dolubdur, taşıbdır. Burada boya paslardan bir dənəsi olmalıydı. Nə qədər pul vurmuşdu ikinci elti verəndə. Nəysə.
Girək buradan silahlarımıza. Silahlarda uşaqlar, baxın, bura oje ən uzun yerdir. Çünki o qədər çox silah var ki, 1064 dənə silah var və oyunda səhv etmirəmsə olan bütün evolar var və max olmalıdır. Səhv etmirəmsə, baxım hansılar yoxdur. P90 yoxdur, G18 yoxdur, yumruq yoxdur. O biri qalan hamısı var və hamısı max olmalıdır da elə. Buradan belə. Yox, maxdır, bunlar da maxdır. Max. Hamısı maxdır uşaqlar. Hamısını alıb max deyibdir nikin sahibləri. Baxsaq burada M4-lərdə uşaqlar bütün atölyelər var, təzə gələn var, nə bilim 2 dənə atölye var, onlar var, qızılı var, nə bilim böyük fəlakət var. Dilim damağım qurudu bu arada. Hesabda o qədər çox şey var ki, deyə bitər oldum. Baxsaq burada AK var, AK-nin bütün atölyeləri var. Getsək biraz da AK Dragon da var. Baxsaq burada Skar'ımız var. Skarlardan da 7 səviyyə Skar var, təzə gələn var, nə bilim Skar atölye var, nə qədər sonra pəmbə Skar var, so elementi var. Burada köhnə Skarlarımızdan da var. Yəni Skar doludur qısacası. Grozalardan Groza kitabdakı Grozamız var. Digər Grozalarımız var və bu Evomuz var. Baxsaq başqa burada Famasa. Famas da kitabdakıdır. 7 leveldir və atölyələrin hamısıdır. XM8 atölyələrin hamısı və Evo An94. Baxsaq burada Evodur və An94'ün bütün atölyeləri var. Uşaqlar tez bazar keçməyə çalışıram. Çünki hələ bunun edit eləyəndə 30 manat, 40 manatlıq hesabı və 400 manatlıq hesabı da var. Ona görə tez bazar çəkməliyəm ki, video çox uzun olmasın. Baxsaq burada 7 level parafalımız var, kitabdakı var, atölye var və digər bizim parafallarımız var. Yalı çapqını deseni çox olmamağına baxmayaraq 5 dənə yalı çapqını deseni var burada. G36'ya baxsaq, G36 isabət 2 hərəkət hızı bir dənə şeyimiz var. M14'ə baxsaq ateş hızı 2-dir. M14'də səhv etmirəmsə onsuz fərqli bir dənə desen yoxdur. SKS'yə baxsaq, SKS bu arada güclüsünü gözləyərdim. Yəni bu SKS məndə də səhv etmirəmsə var. Bundan güclüsünü də gözləyərdim. Ateş hızı 2-dir. Baxsaq burada SVD-yə. SVD hasarı 1-dir, şarjör 2-dir. Bax, nədir? AHKK-nın niyəsə Evonu kuşanmayıblar. Silah desenlərini dəyişməyəcəm. Silah desenlərini dəyişmək istəmirəm. Özləri bilərlər. Burada AC80'dən ikisini də alıbdır təzə gələn. Təzə gəlməyiblər, daha doğrusu silivas elədilər də. Baxsaq burada digər AC80'lərimiz var. Silahların %40'ını incələməyimizə baxmayaraq mən çox yoruldum. M249'larda burada bulardı. M60'larda bütün atölyelər və qızılı yoxdur. Bunlar bildiyim kırmızı, kıpkırmızı. Bütün vacib, bunlar əsl oldular da, yəni bunlar varsa fisyo bəsdir. Baxsaq burada korlarda belədir. UMP, qaqaş UMP'də uşaqlar burada qırmızı UMP'miz yer alır. Gücün də güllü UMP'ni qoşublar. Evo UMP'miz var. Burada buna nə idi? Şafaq. Deyəsən bu BR 12 dəfə BR olanda verirdi də. BR Rus kahraman olanda 12 dəfə səhv etmirəmsə. 7+3 UMP'miz və digər atölye UMP'lərimiz var. Evo var, köhnə Evo. Burada güllü UMP'miz var. Baxsaq. Mənim axtardığım UMP bu da var. Bu da var, qırmızı da var. Açıl. Bu da çox köhnədir uşaqlar. MP5'ə baxsaq, MP5'lərdə Evo Max'ımız var və digər atölye. Bu nədir? Bu arada bunu ilk dəfədir görürəm. Yəqin mən oyunu buraxanda gəlibdir. Burada atölyelərimiz var və bu nə idi? Bunun adı yadımda deyil, amma bu da var. Sonracığıma qırmızı şey də var, qırmızı MP5 də var. Qırmızı MP-yə çox oxşuyur.
Nə qədər MP5 var? 30 dənə MP5 var. Deməli, buradan baxsaq uşaqlar, MP40 özəl göy MP40'ımızı qoşublar. Sonra burada Evo'muz var 2 dənə. Atolyelerin hamısı var. Sonracığıma bu Dovşan MP40 var. Çox köhnədir. Hələ də oyuna gətirməyiblər. Bircə dəfə gəlibdi. Məndə də var bu arada. Burada Atolyemiz var. Sonracığıma digər P90'larımız da var. Atolyelerin hamısı var. Lakaseti papeli var. Hayaletlə cəzalandırıcılar da var. Qəşəng. CC15 hayalet və Thompson'larda da oha, amına. Bu qədər şey olar ayıqa. Oyunda heç bu qədər Thompson'un olduğundan mənim xəbərim yox idi. Thompson'lardan burada bunlar var. Baxsaq, tamamdır. Bu qədər bəsdir. Deməli, burada ikili vektorlarımız var. Makonlarımız var. Oha, Bütün makonları bəlkə də oyundakı alıbdı. Bizonumuz var. Bizonun da maksimum dərəcədə ən yaxşı desenlərini alıbdı. Burada pompalımız var. Pompalı bunu istifadə edir. Bu arada bunu düz eləyir. Çünki bunlar həqiqətən çox yekədirlər. Beldə eşşək boyda. Bu gənə 4 leveldir məndə. Normal görünür. Maxları çox yek olur. Baxsaq burada köhnə M14'ümüz var. Yeraltı uluması. Yeraltı uluması nədir qaqa? Bir dənə adı var. Adı da yadımdan çıxdı. Nəysə, alevli M14. Всё. Bunun adı ilə belə alevli M14'dür. Spasımız var burada. Spaslar sadə spaslar deyən belə diqqətimi çəkən bir şey yoxdur. Pompalılardan 13 dənə pompalımız var burada. Evo, ən sonuncu gələn konfırtnası, atolyelerin hamısı, altın bakışlar, Umut Eli, One Punch Man'in M14'ü. Sonra bunlar milyonsuz hamımız bilirik. Mag 7'lərdən kitabdakı Mag 7'miz var və digər Mag 7'lərimiz də burada var. Şarj bozanlardan 3 dənə desenimiz var. Üçü də bir-birindən gözəl. Trogonlarda bütün hamısını deyəsən alıbdı Trogonların anonslu, yəni əldə tutula bilən. Bu təzə gələndə bunu mən də aldım. Bu da var, bu da var, bu da var. Bu pompalının deseni yoxdur. Bu məndə də var. Mən də kuşanmıram. Poxa yaramır. Həqiqətən çox pis işləyir. AVM'lər, şaka yapıyorsun, değil mi? AVM'lər çox gözəldir axı. Bax, kitabdakı var. Bu var. Əsas da bu var. Yəni uşaqlar, oyundakı ən yaxşı AVM budur və bu hesabda var. Həqiqətən çox gözəldir. Sonra gül kelebek AVM'imiz var burada. Baxsaq Deagle'lara. Deagle'larda da bildiğimiz Deagle'larda bu axırıncı gələnlər. Sonra belə. Burada baxılacaq çox da bir şey yoxdur. Yumruqlarımızdan 10 dənə yumruq var maşallah. El bombalarına gəlirik və buzlar. Əsas yer. Buz 108 dənə buzumuz var burada. Yəni belə eləyirəm. Axtardığım buzu tapsam çox gözəl olar axı. Super. Bax, bunun olmağı çox qəşəngdir. Çünki bu 1760 kasası olan Davaska'nın belə hesabında olmayan bir buzdur. Çox köhnədir. Vaxtında bunu bəziləri almamışdı. Limited edition buzumuz var burada. 50-dən əmi, 250 nəfərdə mi, nə qədər adamda var. Bir dənə də buz var. Onu da tapsam sevinərəm. Hələ ki qabağıma çıxmır. Yox, bu deyil. Hadi, burada ol. İşte budur be. Hələ bir də bu da var. Bu ikisi varsa fisyo hesab bombastikadır. Arbaletimiz var burada. Başqa da burada baxa biləcəyimiz bir şey yoxdur. Lavlara girsək burada efsanevi kıyafetlərin hamısı var. Bir dənə bu 4'ündən başqa Paradox yoxdur, Buzarev yoxdur, Akrep yoxdur. Bir də FFZ Galaxy yoxdur. Hiper kitablara baxsaq burada bu demək olar hamısını alıbdı. Bunlar da çıx buradan. Bunların da hamısını max eləyibdi demək olar. Giririk hesabın neçə gündə aktiv olduğuna bir dənə baxaq. Liderlik tablosu nə idi? Bu arada uşaqlar, hesabımız bölgə üzrə Prime. Hesabımız uşaqlar bölgə üzrə tüm zamanlara baxsırıq. Baxsaq burada 9-cu yerdədir hesabımız. Yəni bütün bölgə üzrə, Rus serveri üzrə ən çox pul vurulmuş 9-cu hesabdan biridir.
9-cu hesab nə idi? Mən də qatıqlayıram. 100 hesab arasından 9-cu yerdədir. İnşallah birinci olar. Hesabımıza görə nə qədər aylıq var? Baxaq görək. Az imiş ha. Mən burada bir 300 gün gözləyərdim. Kronos. Götür doldur bura hər şeyi. Elması zadı. Neçə günlükdə hesab? Buradan baxsaq başarımlara. Prime seç. Bunu alım. Birdən özü almaq istəməz. Bunu bir dənə çıx. Hə. Oy. Alım ki. Yox hə, səhv olar uşaqlar. Birdən özü almaq istəyər. Buradan çıxaq, bura girək. Hesabımız 7 illik. Bunun neçə gün əvvəl açıldığını mən hardan bilim? Baxım bir dənə. Hardan baxırlar buna? Bax, 7 illik var, amma neçə gündə açıq olduğuna hesabım baxa bilmirik, nə yazıq ki. Və bu qədər dostlarım. Hesabda baxa biləcəyimiz hər şeyə baxdıq. Bugün sizə 40 manatlıq, 400 manatlıq və 4000 manatlıq hesabların hamısını göstərməyə çalışdım. Yəni aralarındakı ən qəşəng hesab əlbəttə ki Kronos'unkidir. Azərbaycanın ən güclü hesabıdır bu hesab bu arada. Deməyə yaddan çıxartdımsa çox gözəl bir hesabdır. Sağlığına qismət. Uşaqlar 1000 takipçiyə çox az qalıbdı. Sizdən xahiş edirəm ki, hamınız takip atasınız ki, biz də 1000 takipçi olaq. Öpürəm hamınızı. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.